Qoruq ərazisində hər biri ölkə əhəmiyyətli olan 19 abidə aşkar edilib ki, onların 3-ü memarlıq, 16-sı isə arxeoloji abidədir. 18-ci əsrdə orta əsr Ağsu şəhəri əhalisinin sayına və ərazisinə görə ölkənin ən böyük şəhəri statusunu alıb. Əsası 1735-ci ildə Nadir Şah tərəfindən qoyulan şəhərin ərazisi 40 hektar olub və elə o dövrdən də Şirvanın vilayət mərkəzinə çevrilib. Ərazidə ilk arxeoloji təhqiqatlar 20-ci əsrin sonlarında aparılıb. 2010-cu ildə isə geniş miqyaslı qazıntılara başlanılıb. 3 illik təhqiqatlardan sonra 1,5 hektar ərazi açılıb. Xanların Nadir Şaha qarşı üsyanlarının mərkəzi olub əslində Orta əsr Ağsu şəhəri. Daha sonra isə burada Orta əsr Ağsu şəhəri haqqında 18-ci əsrin səyyahları Biberstein, ondan sonra Qmerin və Brunevski məlumat veriblər. Ya tarixi mənbələrdə onların tərəfindən Orta əsr Ağsu şəhəri haqqında məlumat var. Burada orta əsrlərdə insanların istifadə etdiyi kənd təsərrüfatı və incəsənət nümunələri eksponat kimi qorunub saxlanılır. Daha bir diqqət çəkən məqam isə yeraltı hamamın qalıqlarıdır. Daşara kəsmələrlə 5 hissədən ibarətdir. Qazanxana otağı, vanna otaqları və soyunub geyinmə otağı. Soyunub geyinmə otağından sonra isə burada üzəri bu cür tağvari formada örtülü olan bir qapı keçir. Buranı arxeoloqlar aşkarladığı vaxtda məlum oldu ki, bu otaq hamamın istirahət otağıdır. Hamamın İstirahət otağının mərkəzində bir çarhovuz yerləşir. Yəni bu çarhovuzun içərisində qaynar su olurdu. İsti su burada yəni buxarlanırdı və o cür içərini isidirdi. İtmiş şəhərdə su quyularına, təndirlərə, kiçik ov alətlərinə də rast gəlinir. Burada qidaların saxlanması üçün xüsusi soyuducu ambar da olub. Həmçinin ibadət üçün məscid inşa edilib. Qoruq mühafizə altındadır və ekskursiya üçün açıqdır. Vahid Fəxri, Natiq Çıraqzadə, ASTV Xəbər.